Selamünaleyküm. Aleyküm selam ve rahmetullah. Sizi ve Əhl-i Beyt dünyasını bu mübarək Mövlud günü münasibətilə təbrik edirəm. Allah bizə mübarək bu eləsin. mövludu, Amin. İmam Zaman ağanın mövludunu mübarək eləsin inşallah. Amin ya. Şeyxana, sizdən bir şey öğrenmək istirdim ki, bu axır zamanlar sosial şəbəkədə Vahabilər video paylaşıblar ki, bəs güya hədis əlbəttə bizim Əhl-i Beyt imamlarımızdan gəlir. İndi onu məsxərə edib qoyublar. Kim İmam Hüseyin əleyhissalamı ziyarət etsə, bu onun ömründən hesablanmayacaq və sonra onun ömrünə əlavə olunacaq bu hesablanmayan gün. Və bunu məsxərə edərək, gülərək, istehza ilə paylaşıblar. Sizin bu barədə fikrinizi bildirmək istəyirdim, görün. Allah razı qalsın. Mən də hamınızı təbrik eləyirəm. Mömin-möminatı 12-ci İmam Əl-Məhdi Əccəlallah Fərəcəv Şərifin mövlüdü münasibəti ilə təbrik eləyirəm. Əhl-i Beytin kəlməsinə istehza ilə yanaşmaq olmaz. Peyğəmbər ailəsinin sözünü istehza ilə, gülüşlə qarşılamaq olmaz. İndi mən çox cavab verə bilərəm bu mövzuya. Sərt, yumşaq və s. axır. Amma mövzuya istəyirəm ki, qısa və faydalı olsun deyə belə bir söz deyilmək istəyirəm. Deməli, adamın yanaşması belədir. Buyurur ki, Məkkədə belə bir şey yoxdur. Sonra İmam Hüseynin ziyarəti Allah evin ziyarətindən 1000 dəfə əfzəldir. Bizim alimlərimizin yanaşması bu məsələyə fərqlidir. Vacib həcnə, müstəhəb həccin fərqin adam bilmir deyə belə bir şey danışır. İndi hər halda deyib də, İslamda belə bir şey yoxdur. Özünü İslamın hakimi qərar verir. Bu var, bu yoxdur. Yəni, belə deyək də, sən bütün hədisləri oxudun, sona çıxdın, sonra qərara gəldin ki, İslamda belə bir şey yoxdur. İslamın hakimi. Bu da təhəkkümdür. Şəxsin, belə deyək də, İslam dili ilə danışmaq, İslam dini ilə danışmaq dili olmadığını aşkarcasına vurğulayır və bu ifratdır. Və bu ifratdır və ələ salır. İfrata qalsa, bu vəhabilərin özündə o qədər ifrat mövzular var ki, onları bir-bir danışsam, yəni bitəsi deyil. Bir misalla bu mövzunu xətm eləmək istəyirəm. Deməli, bax, adam ələ salır, gülür və səhih olub olmadığını, hədisin onu heç araşdırmır. Amma mən qısa, səhih kəlamla bir ifrat və gülməli sizə hədis oxuyacağım və xahiş edirəm siz gülün. Onlar gülüb, özləri bilər, öz əxlaqlarını göstəriblər, amma bizsə onların hədislərinə gülməli də olsa belə gülməyəyim, xahiş edirəm. Deməli, qarşımda olan kitab İbn Həcər Əsqəlani, Fəthil Barinin sahibi, Buxariyə ən güclü şərhi İbn Həcər yazıb. İbn Həcərin Əl-Ucab fi Bəyan Əl-Əsbab adında kitabı var. Deməli, həmən o kitabda çapxananın adı Dar İbn Həzm. Səhifə 146-da. Səhifə 146-da belə bir gülməli hədis var, amma gülmüyor. Yəni, adam başqasına gülürsə, o adam gülə bilər ki, onun gülməli tarixçəsi olmasın. Amma adamın özünün gülməli tarixçəsi varsa, o hansı haqla gülür, çox qəribədir. Təkrar eləyirəm. İbn Həcərin Əl-Ucab fi Bəyan Əl-Əsbab kitabı səhifə 146. Hədisi oxuyuram. Fəəxrəcət Tabari, Təbəri, Əhl-i Sünnə imamı, min tariq Həmmad ibn Zeyd, Həmmad ibn Zeydin sənədi ilə hədis nəql eləyir. Filan kəsdən, filan kəsdən, filan kəsdən gəlir, kəlam dayanır burada. Zöhrə haqqında. Zöhrə qədim dildə elə bir bu Veneranın planet. Veneranın qədim adı Zöhrədir. Yəni qədim münəccimlər,
səma elmi ilə məşğul olanlar Venera denirdi. Deyirdilər Kavkabu Zuhra. Zöhrə kövkəbi, yəni planeti. İndi bu Zöhrə planeti necə yaranıb? Venera necə yaranıb? Kâneti Zuhra imraətən cəmilətən min əhli Faris. Fars vilayətindən, Fars əhlindən olan gözəl bir qadın imiş. Zöhrə. İnnəhə xasamət ilə mələkeyni Harut və Marut. Harut və Marutun yanına bu qadının bir işi gəlir çıxır, müxasamə. Hər hansı bir məsələdə xusumə, yəni iki tərəflər arasında narahatçılıqdır. Onu bir nəfər şəriətdən, dindən başı çıxan adam həll eləməlidir. Deməli, məsələ gəlir çıxır Harut Marutun yanına. Bunlar görürlər ki, bu qadın çox gözəl bir qadındır. Mələklər görür ki, bu qadın çox gözəl bir qadındır. Fəravədaha ən nəfsiha. Muravədənin mənası, yəni o qadını özləri üçün istədilər. Harut da o qadını istəyir, müəyyən məqsəd üçün və Marut da o qadını istəyir, müəyyən məqsəd üçün. Fəəbət əleyhimə. Amma bu xanım hər ikisinə rədd cavabı verir. Onlar bunu müəyyən şey üçün istəyirlər, amma qadın rədd cavabı verir. Və bu iki mələyin qarşısına şərt qoyur. Nə şərtləri qoyur? İllə ən yuallimaha əl-kəlam. Harut və Marut bu qadına bir kəlam öyrətməlidirlər, elm öyrətməlidirlər. Hansı kəlam? Əlləzi idə tukullimə bihi. Əgər bu kəlamı şəxs dilinə gətirsə, yu'racu bihi ilə səma. Bu kəlamın gücü ilə şəxs səmada uçur. Səmaya neynir? Qalxır. Bəli, səmada pərvaz eləyəcək. Mələklər özlərini saxlaya bilmir və bu qadını öz həyatlarında görmək istəyirlər müəyyən məqsədlər üçün. Fəalləmaha. Hər ikisi bu elmi qadına öyrədirlər. Fəərəcət ilə səma. Və qadın da öyrənir. Başqa hədislərdə var ki, zina eləyirlər bu iki mələk, səhih hədislərdədir. Bu qadından və haram olan qidaları qadın bunlara yedirdir. Yəni, Harutla Marutun başına oyun açır bu qadın və bunların elmindən də istifadə edir. Səmaya uçur, buralıqacan gülməlidir, buralıqacan ağlamalıdır. Gülməli yeri budur. Fəmusixət kovkəbən. Və Allah onu döndərdi, elədi Venera planeti. İndi mən gülmüyorum, xahiş edirəm. Yəni biz o düşüncəli adamlar deyilik, səhih hədisə gülək. Əqidələri budur. Venera qadın olub, bir arvad olub, sonradan günah elədiyinə görə, mələkələri yoldan çıxartdığına görə Allah onu cəzalandırır, eləyir Venera planeti. Yəni Venera əslində qadın imiş. Sonradan dönüb olub yer kürəsindən qat-qat böyük bir planet. Hansı ağıllı insan buna inanar ki, Venera qadın olub, özü Allahın göndərdiyi iki mələyin başına olmayan oynatsın. Biz gülmürük, bunun elmini qaytarırıq. Hələ hədisi nəql eləyən İbn Həcərə nə məqsədlə nəql eləyib və əhl-i sünnə alimlər də hamısı bu hədisi səhih sayır. Səhih kəlamda biz gülmürük, özləri bilir. Venera arvaddır, kişidir, zina eləyib, eləməyib, mələkləri yoldan çıxardıb, biz üçün maraqlıdır. Biz öz əhl-i beytdən gələn kəlamlarımıza inanırıq və onun səhihinə inanırıq. Zəifini isə təkzib eləmirik, qoyuruq kənara. Vəlhamdülillahi Rabbil aləmin. Allah razı olsun. Cəmiyyət inşallah. Allah razı olsun.